Amma 95-ci ildə 28 nəfər adam öldürüldü, hərbiçimiz öldürüldü və bunlara milli qəhrəman verdilər. Və onların əslində həm ömürlərin bitirdi Heydər Əliyev, həm də bioqrafiyasını ləkələdi. İndi bu gün adamlar çox danışmır, çox məlumatsızdır ki, bəlkə də bunları öz rayonlarında həqiqi milli qəhrəman kimi qəbul edirlər. Amma niyə görə sən milli qəhrəman olubsan? Öz vətəndaşını öldüyə görə. Və burada qalanlarında Qənimət bəy, həyatları o Amonda əzab çəkmiş, həbs yaşamış insanlardan fərqlənməyib. Yəni ənənəvi o misalı görürük ki, cəlladının bıçağın itləyən adam öz boynunu ona hazırlayır. Bax, fikir verin, o dövrdə mən axşam elə oxudum bu verilişə hazırlaşmaq üçün. Eldar Həsənovun parlaq bir çıxışı var, məruzəsi var. Eldar o vaxtın baş prokuroru idi də. Eldar Həsənov özü bu gün həbsxanadadır və ona da təxminən deyəsən dövlət çevrilişi falan adı verdilər də, düzdürmü? Eldar Həsənov. Hə, onun da elə bir şey var. Bəli. Bu Azərbaycan tarixində ən qalın kitablardan biri, təxminən bu qalınlığına o dövrdə yazıb Ramiz Mehdiyev, adında qəsd qoyub. Özü dövlət çevrilişində bu dəqiqə ittiham olunur, əzab çəkir. Və burada təltif olunanlara baxın Qənimət bəy. Məsələn, Nəcməddin Sadıqov, düzdür, hələ boynun qırmayıblar, amma özün abırsız general, ən böyük rütbədən satqın, xəyanətkar, vətən düşməni kimi, yəni rəsmən elan olunmasa da indi cəmiyyətin nəzərindədir də. Yəni cəmiyyət nəzərində elə bir kiməsə lazımdır. Özü də ailənin ən yaxın adamı olaraq qalır. Doğrudur. Sonra Qənimət bəy, məsələn, bu Amon hadisələrində əvvəl bilirsiniz də, hörmətli tamaşaçılar, oktyabr hadisələri olmuşdu. Bu Sürət Hüseynov qiyamı deyirdilər Gəncədə. Orada da deməli bu iki hadisəni niyə qoşalaşdırıram? Çünki ikisində də təltif olunan adamlar var və onların taleyinə diqqət salmaq istəyirəm ki, bu gün də diktaturaya nökərçilik eləyən və onun ədalətsizliyin gücləndirən adamlar bəlkə heç olmaya biri bu faktlardan nəticə çıxardar. Nəticə çıxartmasa da cəhənnəmə çıxartsınlar. Heç olmaya, amma biz özümüz bir təskinlik alaq ki, mən geniş mənada inanıram ki, dünya ədalətlidir. Sadəcə bəzi qanmazlar həyatın ona vurduğu şapalağın hardan gəldiyi, nəyin cavabı olduğunu bilmir. Məsələn, baxın Qənimət bəy, çoxları səhv salır, Rövşən Əkbərov deyə bir generalımız var idi. Həmişə deyirlər ki, ona Amon hadisələrin yatırdığına görə milli qəhrəman verilib. Amma bu səhv informasiya. Düzdür, Rövşən Əkbərovun hərbi hissəsi, burada mükafatlandıranların çoxu onun əskərləri, zabitləri olub. Ona Amon hadisələrinə görə milli qəhrəman vermirlər. Ondan daha əvvəl oktyabr hadisələrində ona milli qəhrəman verib. O vaxt axı elə bir döyüşlər yox idi. Sürət məsələsində. Gəncədə Sürətin adamları nəsə çevirir. Dövlət binasını tutmuşlar, nə eləmişdilər? O Goranboydakı hərbi hissəni Heydər Əliyev ora göndərdi. Musto, sonra Rövşən, Rasim Əkbərovu, onları orada lokal yatırtdılar və ona görə verilmişdi ona və digər adlara baxın bəy. Deməli, polkovnik dediyim kimi leytenant Rövşən Əkbərov sonradan general oldu. Bu gün də artıq 5 ildir, 6 ildir həbsxanada. O da həbsxanada. Adam öldürüldüyünə görə də, adam öldürdüyünə görə 20 il sonra tutdular. Bəli, bəli. O da indi həbsxanada. Digər biri, Qənimət bəy, buna da Azərbaycan bayrağı ordeni veriblər. Kapitan Əkbərov, Rafael Ağaoğludur. Mən bunu şəxsən tanıdım. Ağa Əkbərovun oğludur. Ağa Əkbərov, Goranboyun icra başçısı idi. Onu da dövlət çevrilişində Rəsul Quliyevlə nə ilə ittiham eləyib vəzifədən çıxartdırdılar. Oğlu Rasim Əkbərov da hərbi hissə komandiridir. Onu da uzun illər həbsxanada yarımcan saxladılar. Və digər biri var məsələn burada. Bu da çox maraqlı isimdir. Xosrov Mustafayev. Bu adam kimdir? Dəyərli tamaşaçılar. Bəli, kanalıma girib Musto haqqında hazırladığım verilişə baxa bilərsiniz. Musto orada o da Rasim Əkbərovla birgə hərbi hissə komandiri idi. Milliyyətcə Kürddür. Yəni mən Kürdlüyün üzərinə xüsusi durmaq istəmirəm. Mənə görə bütün millətlər eynidir. Heç bir millətə də xüsusi düşmənçiliyim yoxdur. Bu Bəylərgilin qohumu. Bəli. Mustonun qardaşı mənə özü demişdi, danışıb bunu ki,
Amon qiyamını yatırtmaq istəyəndə Heydər Əliyev çox pis vəziyyətdə olub, hətta qorxurmuş. Bəylər müəllim ona deyib ki, narahat olma, bizim uşaqlarımız var. Gəlin məsələni həll eləyərlər və Mustonu dəstəsi ilə çağırıblar. Musto gedib Rövşənlə görüşüb, Rövşən deyib o qardaş. Yəni son günlərində mən danışığa hazıram, çünki onlar deyiblər ki, bu danışıqdan yayınır filan. Dövlət çevrilişi hazırlayır. İndi mən bunu danışa kimsə deyə bilər ki, Rövşənin bəyanatları var idi filan. Mən də görmüşəm. Amma ola bilir ki, axırda görüb ya gücdür, ya səhv fikirlər, hər nəysə axır günlərində, yəni Rövşən ölümünə 2-3 gün qalmış, barışıq tərəfdar olub, danışığa getmək məsələsi olub, qiyam qaldırmaq, silah, nə bilim, ordu yeritmək məsələsi olmayıb. Musto da gəlib onunla görüşəndə Rövşən deyib ki, mən heç bir qiyam falan eləmirəm, danışığa hazıram. O da deyib, hə, hazırsansa, lap yoxdur. Biz iki qardaşıq, niyə bir-birimizi qırmalıyıq? Gedib bu sifarişi çatdırıb o vasitəçi olan adama, səhəri günü o Rövşən onunla əlaqə saxlayıb, deyib, sən dediyin adam gəlmədi. Onda Musto da silahını çəkib, deyib ki, mən döyüş qardaşlarımıza güllə ata bilmərəm. Çıxıb gedib. Ondan bir qədər sonra Mustonu da şərləyib, başqa maddə ilə həbsə atdılar və Musto da həbsxanada həyatını itirdi. Digərlərin tanıya bilmirəm, amma bir dənə verilişimizin bu gərgin İrandan, Amerikadan tutmuş üzü bəri gərgin havasına yüngüllük qatmaq üçün buradakı bir yoldaşın adını xatırladaq Qənimət bəy. Deməli, mart ayında yenə milli qəhrəman alan Polkovnik Cəbrailov Fəxrəddin Mövsümoğlu haqqında danışmaq istəyirəm. O general oldu da sonradan məncə. Sonra general olub bəy. Deməli mən bu Gəncə hadisələrində də Azərbaycan bayrağı orden alıb. Yəni yaxşı gedirmiş. Qənimət bəy. General olub 2017-ci ildə falandan işdən çıxarıblar bunu. Bu generalımızın bu boyda qanda, qanada əli batmış, adı keçmiş adam və özü də uzun müddət vəzifədə işləmiş adam. Baxıram ki, 2020-ci ildə İlham Əliyevə məktub göndərir. 2020-ci ildə. Saytına, hə? Bəli. Və indi bilirsiniz də bizim vətəndaşlarla dövlət başçısı arasında ancaq belə məktub, namələrlə əlaqələr. İndi məktublar sayt üzərindən olur. Bəli, məktubun məzmunu ondan ibarətdir ki, prezidentə təbii ki, ehtiram və minnətdarlığını bildirib. Nəyə görə? Deyir ki, həyatımın ən çətin anında ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşımla bağlı ümidlərimin tükəndiyi bir vaxtda siz kömək əlini uzatdınız. Müraciətimə həssaslıqla yanaşaraq lazımı göstəriş verdiniz. Heydər Əliyev fondunun xətti ilə həyat yoldaşım Türkiyədə müalicəsi üçün bütün işlər görüldü. Ailəmizə böyük sevinc bəxş edildi. Sizə dərin təşəkkürümü bildirirəm, cənab prezident. Siz və ailəniz həmişə sağlam və xoşbəxt olasınız. Mən bu qayğınızı heç vaxt unutmaram. Mən həmişə sizin əsgəriniz olmuşam. Bugün də hər bir əmrinizin icrasına hazıram. Allah sizi qorusun. General mayor. Deməli, bilirsiniz nədir? İndi bu xanım sağdırsa Allah biraz da ona möhkəm ömür versin. Sən general mayor olubsan. Ömrü boyda vəzifədə işləyibsən. Ay tümbətün olmuş. Sən öz həyat yoldaşının müalicəsinə qüdrətin çatmayıbsa, sən ali baş komandanın yaltaqlanmağın, onu uzatmağın nə mənası var? Əgər bir ölkədə general, milli qəhrəman öz həyat yoldaşının müalicəsi üçün dövlətə müraciət eləməyə məcbur qalırsa, bu nə dövlətdir? Biz necə təsəvvür eləyə bilərik ki, məsələn, Fransada, Almaniyada, normal ölkələrdə general dövlət başçısına müraciət eləyir ki, arvadım xəstələnib, Allah gəl onun praporşik səviyyəsidir və birincisi sən səhiyyə sistemin adam bizdə də yox ha, məhz praporşik səviyyəsi. Gizir milli ordu'nun bizdə çünki bunların hərbi karyerası necə qurulur da, məsələn, ancaq şəxsi münasibətlər, şəxsi sədaqət bir çoxu təsadüfən belə gətirilib qoyulur. Və
başqa bir şeydə oxudum ki, Qənimət bəy, işdən çıxarılandan sonra Müdafiə Nazirliyi ilə də hansısa mənzil məsələsində mübahisədədir. Bunun 2 dənə mənzili var imiş. İndi deyəsən Müdafiə Nazirliyi tutub əlindən alır. Bu da məhkəmələrlə çırpışır. Nəyə göstərirəm? Yəni o hakimiyyətə yaxın olmaq əslində bu cür rejimlərdə. Bu yaxınlıq filan deyir. Ağanın sevimli bir nökəri olmaq kimi bir şeydir. Sən nökərsən istənilən halda. Sənin heç bir həyatın qarantiya altında deyil. Vəzifədən çıxandan sonra hörmətsiz bir şey altındasan. Sənin o bərbəzəkli rütbələrin, titulların arxasında heç nə durmur. Üstəlik, bax burada sadaladığım Heç məlum olur ki, şəxsi ləyaqət də dayanmırdı o həmin o titullar. heç şübhəsiz ola bilməz. Yəni bu cür adamlarda necə şəxsi ləyaqət ola bilər ki, sən günahsız adamları güllə ilə baran eləyəsən və ondan sonra da milli qəhrəman adı alasan. Bax, milli mənəvi dəyərlərdən danışdığı, milli mənəvi dəyərlər, uca dəyərlər bu şəkildə alçaldılır. Bu şəkildə sən öz vətəndaşını öldürən insana milli qəhrəman adı verirsən.